Salam əziz 9-cular. Bu günləri Müstəqil Qiymətləndirmə Mərkəzinin 9-cu sinifləri üçün təşkil olunmuş buraxılış imtahanının izahlarını verirəm. Birinci sualla başlayaq. Hansı cümlədə bu əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da? A variantı: bu ən sevdiyim musiqidir. Burada bu nə sualına cavab verir, lakin özündən sonra ədat gəldiyi üçün vergül qoya bilmərəm ümumiyyətlə. Bu qəsəbədə yaşayıram. Yaşayan mənəm. Mən hansı qəsəbədə yaşayıram? Bu qəsəbədə, bu burada təyin vəzifəsindədir. Heç vaxt vergül qoya bilmərəm. Bu sənə göndərilib. Göndərilib nə? Bu mübtəda vəzifəsində çıxış edib, lakin özündən sonra əvəzlik gəlib, vergül qoya bilmərəm. Bu məktəbin uğurudur. Bax, məktəbin uğurudur. Nə? Bu həm nə sualına cavab verdi, mübtədadır və bu zaman özündən sonra isim gəldiyi üçün vergül qoya bilərəm. Həm də hansı məktəbin uğurudur deyib, hansı məktəbin, bu məktəbin bunu təyin vəzifəsində işlətdiyimiz zaman isə vergül qoymayasıyıq. Ona görə cavabımız D variantı olmuş olacaq. Hansı bəndlərdə hal şəkilçisi qəbul etmədən də sahiblik bildirən isim var? Sahiblik bildirən isim söhbət ismin yəlik halından gedir. Yəlik halda olan ismi soruşur bizdən. Məsələn, burada körpə sifətdir. Bunu avtomatik olaraq 3 olan variantları siləcəm. Şəklin əlamətləri, nəyin əlamətləri? Burada şəklin sözü sahiblik bildirir, lakin hal şəkilçisi qəbul edib. Ona görə 5-i də siləcəm. Cavabımız qalacaq 1 ilə 4. 2-ni də təbii ki siləcəyik. Söhbət nədən gedir? Qütb ulduzu. Qütb qeyri-müəyyən yəlik haldadır. Kür sayı kür qeyri-müəyyən yəlik haldadır. Və cavabımız 1-4. Tələffüz formasında verilən hansı söz yerinə görə sifət və isim kimi işlənə bilər? İndi tələffüzlərini veribdir. Bu sözlərin yazılışı bizim üçün maraqlıdır. Deməli, sirri sözündə mən bu sözün yazılışını düşündüm bu şəkildə. Bir sirli sifəti kimi bunun tələffüzü olacaq sirri şəklində. Aydındırmı? Bir də deyirəm ki, məsələn, alimlərin sirri, məsələn, yaxud sirri mənə də denən. Mən sir ismini təsirli halda, yaxud mənsubiyyətə görə dəyişmiş vəziyyətdə işlətdiyim zaman tələffüz forması elə yazılışda olduğu kimi olacaq. Ona görə birinci testimiz olacaq bizim, daha doğrusu biri olacaq. Başlı sözündə tələffüz formasını veribdir. Bax, onun yazılışını qeyd edəcəm. Bir düşünürəm ki, bu başdır, bədəndir. Baş ismi xəbərli şəkilçisi qəbul edibdir. Dır qrammatik şəkilçi kimi tələffüzdə r-sını itirər. Yəni tələffüzü oldu biri bu. Yəni isim kimi. Bir də var başlı sifəti kimi, başlı bədənli sifəti kimi, bunun da tələffüzü başlı şəkildə deyilir. Ona görə sifət və isim kimi ikini də düşündüm. 1-2 olan variantımız buradadır. Və 4. Buruq sözü, biz bilirik ki, buruq sözü yeri gəlmişkən amonim ifadədir. Həm buruq, neft buruğu dedik, isim olacaq, həm də buruq saç, necə saç, sifət kimi düşünürük və hər ikisinin tələffüzündə sondakı qı kimi deyilir. Ona görə cavabımız 1-2-4, o da A variantı. Həmin elmi kütləvi deməli ədəbiyyatlar bir çox adamları nadanlıqdan xilas edib cümləsindəki sözlərin morfoloji təhlili ilə bağlı bizdən doğru fikri soruşur. A variantında deyir ki, ilk iki söz eyni nitq hissəsidir. Həmin əvəzlikdir, elmi kütləvi isə sifətdir. Ona görə A yanlışdır. Əşyanın adını bildirən sözlər ismin eyni halındadır. Söhbət isimlərdən gedir. Əşyanın adını bildirən söz isimdir. Burada ədəbiyyat sözüdür, adam sözüdür və nadanlıq sözüdür. Ədəbiyyat adlı halda bir çox adamları kimi təsirli halda, nadanlıqdan nədən çıxışlı halda isimlər müxtəlif hallardadır. Cümlədəki sifət və say eyni suala cavab verir. Bax, burada elmi kütləvi ədəbiyyat hansı, necə, bax bu hansı sualına cavab verir? Bir çox adamları nə qədər, bu isə say isə deməli nə qədər sualına cavab verir. Əgər sıra sayı olsaydı düşünə bilərdik. Ona görə bu da səhvdir. Bütün isimlər konkretdir. Məsələn, nadanlıq sözü aydın məsələ kimi cərrətdir. Ona görə bu da yanlışdır. Cümlə sifəti əvəz edən sözlə başlayır. Bəli, cümlə başlayıbdır işarə əvəzliyi ilə. O, bu, elə belə həmin işarə əvəzliyidir və həmin işarə əvəzliyi cümlədə həmişə sifəti əvəz edir. Ona görə cavabımız Y variantı olmuş olacaq. Klasteri tamamlaya bilən fikirlər. Onda sözü kontekstə görə o vaxt deməli sözünün yerində işlənə bilər. Məsələn, belə bir cümlədə işlədirəm ki, deyirəm, onda sən balaca idin. Onda sən balaca idin. Nə zaman?
onda. Bəli, nə vaxt? Nə vaxt sözün yerində işlənə bilər. Yəni birinci doğru fikri veribdir. Növbəti doğru fikirləri tapmış olacağam. İsimləşmiş say kimi də işlənə bilər. Məsələn, deyək ki, biz 10 sayını hallandırsaq, saat məsələn 10'un yarısı, saat deyək ki, məsələn 10'da və s. Ondan sonra və s. da, yəni 10 sayını biz hallandırsaq, isimləşmiş say kimi düşünə bilərik. Qeyri-müəyyən say, yəni söhbət əgər 10 sayından gedirsə, 10 müəyyən miqdar saydır, qeyri-müəyyən miqdar sayı deyil. Ona görə 2 olan variantı siləcəm, 1 olmayan variantı da sildim. Əvəzlik kimi işlənə bilər. Bəli, o əvəzliyi, o şəxs əvəzliyi yerlik halda. Məsələn, o, onun, ona, onu, onda, ondan. Deməli, cavabımız olacaq 1 və 3. İrəli getmək ifadəsi məcazi mənada hansı anlamdadır? Məsələn, təhsildə irəli getmək, aydındırmı? Yəni, burada söhbət inkişaf etməkdən gedir. Ona görə cavabımız olacaq, yaxud hər hansı bir işdə irəli getmək, inkişaf etmək anlamını ifadə edir. 7. Uşaqlar burada kimsəni görmədilər cümləsindəki əvəzliklə bağlı doğru fikri soruşur. Söhbət kimsə əvəzliyindən gedir. Kimsəni baxıram, ismi əvəz edib. Ümumiyyətcə, biz bilirik ki, kimsə düzəltmə qeyri-müəyyən əvəzlikdir. Və burada n bitişdiricisi ilə təsirli haldadır. Uşaqlar burada kimsəni görmədilər. Kimi ismi əvəz edib. Ümumiyyətcə, qeyri-müəyyən əvəzliklər əsasən ismi əvəz edir. Bir doğrudur. Adlı kalın sualına cavab verir. Xeyr, kimi, təsirli halın sualına cavab verir. Aid olduğu halın bir forması var. Kimsəni təsirli haldadır. Onun da iki forması var. Müəyyənlik və qeyri-müəyyənlik. 3-də yanlışdır. Təsirli haldadır. Bu isə doğru variantı. Cavabımız olacaq A variantı. Uyğunluğu müəyyənləşdirəcəyik. Deməli, hecalardan biri yalnız saitdən ibarətdir. Məsələn, sehirli sözün tələffüzünü buradan qeyd edəcəm. Olacaq belə. Sehirli şəklində. Nə baş verdi? Sait artırdım. Yəni, səs artımı ilə deyildi. 2'ye uyğundur A. 2'ye A heç bir variantda yoxdur. Avtomatik cavabımız B olacaq. İndi məsələn, bədili sözünün hecalarına baxsaq biz. Bədilik. Nə baş verdi? Yalnız bir saitdən ibarət heca varmı? Var. Yaxud elanlar sözündə elanlar. Yalnız bir saitdən ibarət olan heca varmı? Var. Deməli, 1'e uyğundur. Həm B, həm də C variantı. 1'e B, C, 2'ye də A. Cavabımız oldu B variantı. Adi dərəcədə olan və keyfiyyət bildirən sifətləri müəyyən edin. Tünd qırmızı, çoxaltma. Açıq sarı, azaltma. Qara buğdayı düzdür, adi dərəcədədir, amma keyfiyyət bildirmir. Bir insanın qara buğdayı olduğunu görməklə aid etmək mümkündür, yəni əlamət bildirir. Ona görə 5 də ola bilməz. Cavabımız 1-2'dir. Bəli, açıq qəbli və tünd xasiyyət ifadələri sifətdir və adi dərəcədədir və keyfiyyət bildirir. Yəni tanımadığımız bir insanla rastlaşsaq, onun o xüsusiyyət kimi onun açıq qəbul olduğu yaxud tünd xasiyyətli olduğunu biz simasına baxan kimi bilməyəcəyik. Ona görə cavabımız 1 və 2 olmuş olacaq. Hansı nümunədə bütün sözlərin yazılışı düzgündür? Məsələn, ən azı məğlubiyyə. Məğlubiyyət sözündə 2 y olmalıdır. Digərlərinə baxmıram, bu səhvdir. Təcrübə bir eynək yox, eynək olmalıydı. Bu da səhvdir. Qeybət bəsit ruhlu insanların əyləncəsidir. Köynəyin ilk düyməsi səhv yox, səhv, bu da səhvdir. Ümumiyyətlə ehtiyatlı yox, bir yığınan olmalıdır, bu da səhvdir. Cavabımız oldu nə? C variantı. Bütün sözlərin yazılışı doğrudur. Deməli, biz mətnlə tanış olmuşuq. Tanış olmayanlar deməli, videonu dayandıraraq tanış ola bilərlər. Harun Ər-Rəşidin deməli, Şahzadə oğlundan söhbət gedir, xoşbəxtlik axtarışındadır və ona görə də bir dərvişin belə deyək, məsləhəti ilə adam neyniyir? Bir çox ölkələri gəzib xoşbəxtlik axtarışına çıxır. İndi biz suallarla tanış olaq. Əkinçinin xoşbəxt olduğunu kim təsdiq edir? Biz mətndə görürük ki, əkinçi xoşbəxtdir və onun xoşbəxt olduğunu təsdiq edən həm özüdür, həm də Harun Ər-Rəşidin oğludur. Cavabımız 2 və 3'dür. Müəllim, nəyə görə? Çünki bax burada deməli Harun Ər-Rəşid bütün ölkələri gəzdikdən sonra düşünür ki, dünyada xoşbəxt adam yoxdur. Və saraya qayıtmağı qət etmişdi ki, qəflətən tarlada şən mahnı oxuyan bir əkinçini görür və öz-özünə düşünür
ki, xoşbəxt adam ya budur, ya da ki, xoşbəxtlik heç dünyada yoxdur. Və əkinçidən soruşur ki, dostum, de görüm sən xoşbəxtsənmi? Əkinçi inamla deyir ki, bəli. O yüzden biz cavab variantımızın 2 və 3 olduğunu dəqiqləşdirmiş oluruq. Hansı fikirlər tünd hərflə verilmiş ifadənin şərhinə uyğundur? Söhbət sınaqdan keçirmək. Deməli, adam dünyanı gəzir və aktyorların, əskərlərin, tacirlərin köynəyini sınaqdan keçirir. Yəni, burada sınaqdan keçirmək məcazidir, biri birdir. Sınağa çəkmək, yoxlamaq, yəni. 1 ilə 4 yoxlamaq mənasındadır. Ona görə cavabımız B variantı olmuş olacaq. Mətnə görə nəyi ehtimal, güman etmək olar? Şahzadənin səyahətə çıxmasını biz mətnin əsas hissəsində, hətta həm bu hissədə, həm də bu hissədə adam deyir, bax, xoşbəxtlik axtarışı ilə uzun zaman səyahət edir. Burada da xoşbəxt adam axtarmaq üçün o başlayır dünyanı gəzib dolaşmağa, dünyanın bütün paytaxtlarına gedir və s. və ilə axır. Bu faktdır. Biri çıxacaq. Xoşbəxtlik axtarışını dayandırdığını. Biz bunu ehtimal edə bilərik. Çünki adam əkinçi ilə artıq son hissə var ki, əkinçi ilə söhbətindən sonra deməli, xoşbəxtlik axtarışını dayandırdığını ehtimal edə bilərik. Həmişə eyni libasda olmadığını biz bu mətnə görə ehtimal edə bilmərik. Xoşbəxt birini tapa bilmədiyini və xoşbəxt birini tapdı axı. Kim idi o? Əkinçidir. Ona görə biz 4-ü də çıxacağıq. Cavabımız nə qalacaq? 2 və 5. Bu da yanlış fikir oldu. Dərvişin vasitəsilə dərs aldığını bəli biz artıq niyə bilərik? Ehtimal edə bilərik. Bax belə. Nəyin səbəbini mətndə müəyyən edilmir? Səyahətə çıxmağın səbəbi var, xoşbəxtlik axtarışı. Şahzadələrin köynəklərinin geyinməsi, xoşbəxtlik axtarışı. Dərvişə müraciət etməsi, xoşbəxtlik axtarışı. Şahzadənin özünü bədbəxt hiss etməyinin səbəbi mətndə yoxdur. Əkinçi ilə söhbət etməyinin səbəbi xoşbəxtlik axtarışı. Cavabımız oldu B variantı. Mətndə nə mümkün olmur? Şahzadənin aktyorun köynəyini geyinməsi mümkündür. Özünü xoşbəxt hesab edən adamı tapmaq mümkündür. Yəni, söhbət əkinçidən gedir. Dərvişin hökmdar oğluna məsləhət verməsi var. Bir nəfərin müxtəlif paytaxtlarda olması var. Söhbət şahzadədən gedir. Şahzadənin köynək geyinməklə xoşbəxt olması mətndə mümkün oldu mu? Mümkün olmadı. Belə. Şahzadə və dərviş. Venn diaqramdakı bizə yanlış fikirləri soruşur. Məsləhət verən kim idi? Dərviş. Özünü bədbəxt hiss edən adam şahzadədir. 2 yerində işlənibdir. Əkinçi ilə həm söhbət olur. Dərviş axı deməli, əkinçi ilə həm söhbət olmur axı. Bu şahzadəyə aiddir. Ona görə cavabımız 1 və 3 olacaq. Xoşbəxtliyin yolunu göstərən kimdir? Dərviş. Əvvəldə işarə qoyulmuş abzaslar üçün nə ortaq cəhətdir? Söhbət deməli, bir bu hissədən gedəcək. Deməli, burada nədən danışdı? Deməli, bundan sevincək olan şahzadə dərvişi qucaqlayıb, xoşbəxt adam axtarmağa yollanır, uzun müddət gəzib dolaşır, dünyanın bütün paytaxtlarına gedərək kral, imperator, şahzadə, knyazların köynəyini geyinir, ancaq heyhat heç nə dəyişmir. Daha sonra aktyor, əskər, tacirlərin köynəyini də sınaqdan çıxarır, yenə də xeyri olmur, o əvvəlki kimi bədbəxt olaraq qalır. Bir də burada nədən danışdı? Oğlan səyahət axtarışı ilə yenə uzun zaman səyahət edir, çox illər dolaşır, çox adamla söhbət edir. Nəhayət, xoşbəxt adam tapmaqdan ümidini kəsib atasının sarayına qayıtmağı qət etmişdi ki, tarlada şən mahnı oxuyan bir əkinçini görür və düşünür ki, xoşbəxt adam ya budur, ya da ki, xoşbəxtlik heç dünyada yoxdur. Bax, bu hissədə biz nə gördük? Şahzadənin xoşbəxtlik axtarışı ilə dünyanı gəzib dolaşması və hər iki hissə əsas hissəyə aiddir. Bəli, oğlanın səyahəti zamanı baş verən hadisələr haqqında məlumat verilir. Dərviş məsləhət vermə məsələsi yoxdur. Avtomatik bunu da siləcəm. 1 olmayan variant. C-ni də sildim. 1-2-dir. Oğlan müxtəlif adamların köynəyini geyinməsini biz bu hissədə gördük ki, imperator, şahzadə və s. və ilə axır kimlərin köynəyini geyinir. Lakin bu hissədə onun köynək geyinmək məsələsi yoxdur. Səyahət zamanı baş verən hadisələr haqqında məlumat var. 1-2 D variantı. Altına xətt çəkilmiş hissə ilə bağlı nə doğrudur? Söhbət nədən gedir? Söhbət buradan gedir ki, adam şahzadədir.
neyniyir? Başlayır xoşbəxtlik axtarışındadır. Məsələn, həyat öz yolu ilə davam edir. İnsanlar müxtəlif problemlər içində yaşayır. Mətndə ümumiyyətcə insanların problem yaxud xoşbəxtlik içində yaşaması məsələsi yoxdur. Bu insanlardan fərqli olaraq bütün şahzadələr yaşadıkları mühitdə özlərini həyatdan razı, məmnun hiss edirdilərsə, heç də bütün şahzadələr yox. Məsələn, Harun ər-Rəşidin oğlu da şahzadə idi. Axı o bədbəxt, özünü bədbəxt hiss edirdi, xoşbəxt hiss etmirdi. Yəni verilən hissənin mətnin məzmunu ilə əlaqəsi yoxdur. Cavab variantımız bizdən məzmunla tam səsləşir. Səhv dərvişin dilindən verilib. Səhv ideyanın açılmasına rol oynayır. Səhv giriş hissəyə aiddir. Səhv tərkib hissələri arasında əlaqəni pozur. Bu da belə. 19. Əsərin ideyasına uyğun fikri seçin və seçiminizi əsaslandırın. Təbii ki, burada biri seçəcəyik. Xoşbəxtlik var dövlətdə deyil, insanın həyata münasibətindədir. Bəli, biz bunu mətnə əsasən əsaslandıra bilərik ki, deməli, şahzadənin həm söhbət olduğu deməli, əkinçinin deməli, heç bir var dövləti olmadığı halda, heç bir var dövləti olmadığı halda özünü xoşbəxt hiss edirdi. Belə. 20. Mətnin sonundakı nöqtələrin yerinə uyğun cümlə yazın. Ən sona. Deməli, adam deyir ki, sən öz taleyini hökmdarın taleyi ilə dəyişməyə razı olarsanmı? Şahzadə əkinçiyə deyir. Adam deyir, əkinçi deyir ki, yox. Deyir ki, gəl sən köynəyini mənə sat. Adam deyir ki, əkinçi, yəni köynəyimi, mənim heç köynəyim yoxdur ki. Nöqtələrin yerinə biz nə yaza bilərik? Bax, sizə bir sirr açım, əziz 9-cu sinif şagirdləri. Açıq suallar adətən qapalı sualların variantlarında gizlənir. Məsələn, biz nöqtələrin yerinə elə, bax, bu cümləni, bax, 19-un birinci cümləsini biraz dəyişib yaza bilərik, yəni əlavələr etməklə. Məsələn, yaza bilərik ki, şahzadə anladı ki, xoşbəxtlik heç də var dövlətdə deyil, insanın həyata münasibətindədir. Aydındır, gerisini yazmıram. Məsələn, mən belə bir fikir irəli sürdüm. Bu mənim fikrimdir. Siz də fikirlərinizi şərh bölməsində yazarsınız. Fərqli bir fikirləriniz sözsüz ki var. Yoxlayarıq, görək düzgün yazmısınızmı? Növbəti mətnimiz Newtonun çox sahəli fəaliyyəti. Mətnlə tanış olmayanlar mətni durduraraq qeyd edim ki, mətnlə tanış ola bilərlər. Üzərində rəqəm yazılmış hansı sözlərin qarşılığı düzgün verilməyibdir? Söhbət nədən gedir? Söhbət fövqət, yəni qeyri-adi nəticələrə nail olan şəxsiyyət sözüdür. Ağır sözüdür, əhəmiyyətli sözüdür və tədqiqat sözüdür. Deməli, məsələn, orada fövqət sözünü qeyri-adinə əvəz edə bilərik. Sonra tədqiqat araşdırmadır. Mühüm sözünü burada biz əvəz etdik əhəmiyyətli sözü ilə. Ona görə bunu da sildim. Alim və dərin sözlərinin qarşılığı, yəni o ifadələrin qarşılığı kimi bu sözləri biz işlədə bilmərik. Cavabımız olacaq 2 və 3. Əsas hissəyə aid plan bəndlər. Biz gördük ki, nə baş verdi? O baş verdi ki, təsadüfi yanğın baş verir. Birinci mətndə görürük ki, bax, əsas hissədə biz gördük ki, burada maraqlı nədir? Faciə baş verir. Deməli, ağır bir sınaq, təsadüfi yanğın oldu. Bir, daha sonra nə baş verdi? Daha sonra birgə əməkdaşlıq məsələsini biz görürük. Montego ilə onun birgə əməkdaşlığı. Daha sonra isə onun prezidentlik dövrünü görürük 1703-cü ildə. Ona görə cavabımız nə olmuş olacaq? Deməli, 3, 2 və 1. 3, 2, 1 cavabımız A. Çərçivə daxilindəki söz məcazi mənalı ifadə ilə əvəz edilsə, kontekstə uyğun ifadə yaranar. Deməli, nə baş verdi? 1705-ci ildə Newton yenidən Cambridge-ə gəlir və bu vaxt universitetə gələn kraliça Anna ona Sir Isaac titulunu verdi. Gələn, yəni baş çəkən. Cavabımız olacaq C. Biri, Newtonun fəaliyyət göstərdiyi sahələrə aid deyil. Adam araşdırma aparıbmı? Aparıbdır. Təhsil müəssisəsində çalışıbmı? Cambridge çalışıbdır. Sonra parlamentə iştirak edibmi? Edib. Kilsədən kənar işlə məşğul olubmu? Dərnəkdə. Bəli.
Adam deməli nə baş verib? 72-ci ildə cəmiyyətin üzvü, burada yazır ki, burada belə dərnəklərdən biri və ən məşhuru Cambridge cəmiyyəti idi və adam 72-ci ildə həmin cəmiyyətin üzvü olubdu. Dərnək yaratmayıbdı. Aydındırmı? Dərnəki yaradan kimlərdir? Qeyd edir ki, həmin dövrdə İtaliya hersoqlarının villalarında, sonralar isə bütün Avropanın salonlarında yeni təbiət bilikləri ilə maraqlanan adamlar kilsədən asılı olmayan dərnək yaradıblar. Kilsədən kənar işlə məşğul olubdur Newton. Həmin dərnəkdə çalışıbdır. Amma adam dərnək yaratmayıb. Ona görə cavabımız Y-dir. Mətnə əsasən yanğın baş verir. Ona görə də əl yazmaları, Newtonun əl yazmaları məhv olur və adam psixi pozğunluğa məruz qalır. Cavabımız olacaq 2 və 1. Mətndə nədən söhbət getmir? Bax, təhsil müəssisəsinin var. Cambridge Universiteti. Pul istehsalı var. Müvəqqəti fəaliyyətsizliyi. Parlamentdə işləyəndə fəaliyyətini ortaya qoya bilməyibdir. Təltif olunmaq var. İsaq neydi onun təltifin adı? Sir İsaq titulu. Bu var, amma onun ailə vəziyyəti haqqında məlumat yoxdur. Newtonun hansı sahələrdəki fəaliyyətinin nəticələri bir-birindən ziddiyyət, yəni əksdir. Bax, adam elm sahəsində də uğur qazanıb, maliyyə sahəsində də, təhsil, bax, bunlar hamısı doğrudur. Bax, parlamentdə də fəaliyyətinin nəticəsi mənfi olub, siyasətdə də, amma parlamentdə mənfi, elmdə müsbət, bir-biri ilə ziddiyyət. Cavabımız nə olacaq? A variantı. Mətnə əsasən yol verilmiş səhvləri düzəldək. Okey, baxaq görək. Newton ölkədə pul istehsalını dəfələrlə artırıbmı? Bəli, əvvəl 4 dəfə, səhv etmirəmsə elə verirdimi? Sonra 8 dəfə. Bəli, adam bu işi bacarıbdır. Dahi alimlərin səviyyəsinə yüksələ bilibmi? Yüksəlibdir. Müəyyən sahəyə rəhbərlik edibmi? 3 bura gəlməlidir. Maliyyə bilikçisi olub 4 də bura gəlməlidir. 3 ilə 4-ün yeri dəyişilməlidir. Müəllim, niyə? Montego hansı sahəyə rəhbərlik edibdir? Montego, bax, burada qeyd olunur ki, deməli, adam Britaniya maliyyəsinin rəhbəri olubdur. Bəs Newton nə edibdir? Newton da prezident olubdur. Prezident olubdursa, deməli, rəhbərlik var da burada. Ona görə 3 ilə 4-ün yeri dəyişilməlidir. Metaldan pul hazırlanmasından bəhs olunan abzasın ilk sözü və həmin abzasın aid olduğu tərkib hissə. Biz bilirik ki, mətnin 3 tərkib hissəsi var. Deməli, bunlar hansılardır? Girişdir, əsasdır və nəticədir. Bax, o hissə, bax, sonlara doğrudur. Nə baş veribdir? Deməli, Montego Britaniyada maliyyəsinin rəhbəri olubdur. Sonra Newtonu pul sarayının rəhbəri təyin edibdir. Ondan sonra başlayıblar bunlar əllə baş-başa verib işləməyə. Montego istedadlı dövlət xadimə və ölkənin maliyyəsinin ən gözəl bilikçisidir. Newton isə metal əritmənin və pul kəsmənin bütün detallarını bilən alim idi. Bəs pul kəsimindən hardan danışırdı? Newton sözü ilə. Newton gümüş pulların istehsalını əvvəlcə 4, sonra isə 8 dəfə artırmağa nail oldu. Bu artıq burada pul kəsimindən danışırsa, Newton sözü ilə başlayan deməli cümlə olacaq və aid olduğu tərkib hissə isə olacaq əsas. Müəllim, nəticə deyil. Baxaq görə bəlkə nəticədir. Yox, nəticə hardadır? Bu hissədədir. Ona görə cavabımız olacaq Newton və əsas. Daha alimlər yalnız elmlə məşğul olmur, fikrini mətnlə əlaqələndirən fakt yazın. Bəli, biz kifayət qədər buradan fakt yaza bilərik ki, məsələn, Newton bir alim idi. O ancaq elmlə məşğul olmadı ki, adam, məsələn, bax, maliyyədə çalışıbdır, düzdür. Məsələn, deməli, Britaniya maliyyəsində çalışıbdı adam Montego ilə. Düzdür. Bu məsələ var. Daha sonra nə var? Daha sonra var ki, adam parlamentə deputat seçilibdir. Bax, parlamentdə siyasətlə məşğul olubdur. Daha sonra nə var? Var burada deməli kral cəmiyyətinin üzvü olubdur. Prezident seçilibdir. Bu kimi bax faktlar, prezident olması, kral cəmiyyətinin üzvü olması, ondan sonra bayaq dedim, maliyyədə çalışması, parlamentdə çalışması, bu kimi ən azı 4 dənə fakt oldu. Bu faktları yazmaqla da biz fikrimizi tamamlaya bilərik. Belə əziz 9-cu sinif şagirdləri, inşallah növbəti sınaqların izahında görüşmək ümidi ilə. Sağ olun. Kanalıma abunə olmağı, daha sonra videonu bəyənməyi və şərh bölməsində də fikirlərinizi yazmağı unutmayın. Sağ olun.